2 çərçivə ilə bölmə apardığımız ara ailəsidir. İndi hal-hazırda 6 çərçivədədir. Artıq bunun yeri darısqaldır. Bunu gərək böyük yeşiyə köçürək. Yəni buna kimyəvi dərmanlar da istifadə etmək olar. Çünki bu bal üçün nəzərdə tutulmur. Yeni ailədir. Mən sadəcə bir eksperiment kimi sizə göstərmək üçün baxın bu giləmərcə bitkisini bu qaydada yerləşdirirəm. Yəni bu heç bir qorxusu, təhlükəsi yoxdur dostlar. İndi illərdir bunu eşidirik. Cır xurramadan zəhərlənib, arı tökülüb falan. Yəni qardaş, çıxın da bu cır xurmadan. Bu varuanı insanlar hələ də adi bir parazit kimi qəbul edir. Amma bu belə deyil. Qardaş, təsəvvür edin, varua sülfə daxilində. O sülfəni, hər sülfəni deşir və onun homolimfasını sovurur. Yəni qanın sovurur. Yəni bunları hər il mən danışıram, deyirəm. Yenə də bunlara hələ də şübhə ilə yanaşanlar var. Qardaş, axşam otururuq həyətdə, yaydır. Bir balaca bir ağcaqanad insan, yəni hər şeyə qadir bir insandır. Bizə imkan vermir ki, bir saat normal oturaq. İndi təsəvvür edin ki, əlimizi, qolumuzu bağlayıblar, ağcaqanadlar üstümüzdə dərimizi sancır, qanımızı sovurur. Görün, buna dözmək olmur. Amma o kiçik parazit, varua, arının nə qədər içəridə, sülfə daxilində qanın zədəliyir, infeksiyalar keçirir. Arı çıxır qanadsız, yəni qanad inkişafdan dayanıb, artıq inkişaf eləmir. O həddə çatır. O axırıncı artıq mərhələdir. Amma görün indi, bir qanadı var. Qanadı var, qardaş, bunun xortumu yoxdur da, sən yaxşı bax da. Bunun daxili orqanları zədələnince, ay qardaş. Yəni, yenə də mənim sizə tövsiyəm, dostlar, baxın, organik turşular var və təbii bitkilər var, bir də kimyəvi dərmanlar var. Əgər bal üçün nəzərdə tutulmayan arı ailələrinizə indi də kimyəvi dərmanlar verə bilərsiniz və yaxud turşulardan istifadə edə bilərsiniz. İndi, qardaş, varua, hələ bəzi arıçılar var, o varuanın adını belə düz tələffüz elə bilmir. Biri varuna deyir, biri nə bilim avrora deyir. Qardaş, arılarınızı müalicə edin. Qardaş, bizdə də var. Elə bir arıçı yoxdur ki, onun arıxanasında arılar tökülməsin, sürünməsin, qanatsız çıxmasın. Bu, hər bir arıxanada olur. Odur ki, dostlar, arılarınızı müalicə edin və arılarınız faiza yaxın bir ovuc arı ilə qalmasın. Baxın, bu giləmərcə bitkisidir, dostlar. İyun ayında həmişə çiçəklənir. İyun ayının sonu. Həmin arılar bunlardan nektar daşıya bilir. Həm də ki, bu giləmərcə bitkisi çox gözəl qoxuya malikdir. Baxın, bu çiçəklənən dövründə hər bir arı ailəsinə bir dəstə bu giləmərcə bitkisindən dərib çərçivələrin üstünə qoymaqla varuaya da kömək edir, dostlar. Yəni varuanı da müəyyən qədər öldürür. Erkən yazda isə
Baxın bu bitkinin qurudulmuş halda, yəni indi bu yığılır, kölgədə qurudulur, gülləri də, çiçəkləri də üstündə. Erkən yazda arıya müalicəvi şərbət verəndə bu giləmərcə bitkisindən dəmləyib şərbətə qarışdırıram və arılarda qarın, bağırsaq problemi yaşanmır. Həm də bal dönəmində isə kimyəvi dərmanlardan bildiyimiz kimi istifadə etmək doğru deyil. Ona görə baxın bu giləmərcə bitkisindən istifadə etməklə varroanın inkişafını biraz ləngitmiş oluruq. Yəni indi bu demək deyil ki, biz arılarımızı təmizləməyək varroadan, amma bal, nektar axınında, bal dönəmində yalnız turşulardan, organik turşulardan istifadə etmək olar. Bir də ki, baxın bu cür bu giləmərcə bitkisindən bax bu qaydada çiçəklənən dövrdə hər bir arı ailəsinə bir dəstə qoymaqla, yəni müəyyən qədər varroaya təsir edir. Baxın bunlar artıq çiçəklənib. Bunlar isə biraz sonra çiçəklənəcək. Demək, dünən giləmərcə bitkisini qoymuşduq arının üzərinə. Bugün yoxlayaq. Aha. Qoy bunu rahat bir yerə qoyum. Deməli belə dostlar. Biraz gözüm yaxşı seçmir. Mən hər halda bunu sadəcə göstərmək istəyirəm ki, baxın bu varroadır. Baxın burada da varroa. Bu da varroa. Baxın bu açıq rəngdə olana baxın. Görürsünüzmü? Rəngi biraz açıqdır. Şimdi bura baxın. Hələ nə qədər də bu çiçəklərin altında ola bilir, yəni gözüm seçmir. Yəni adi bir bitki, yəni gözəl, möhtəşəm bir qoxusu olan bir bitki vasitəsilə təxminən bir 5-6 varroa, baxın burada da tökülüb. Yəni bir sutka, cəmi bir sutka keçib 6 ramkalıq bölməyə qoyduğumuz bu giləmərcə bitkisindən tökülmüş varroadır dostlar. Qoy bunu da göstərim sizə. Baxın. Necə qoymuşdumsa, bax o qaydada da durub. İndi arılar onun çiçəklərin bax oradan qırıb tökürlər. Yəni bu gözəl, möhtəşəm bir bitki. Baxın bu qaydada varroanı tökür. Baxın neçəsini burada görə bilirsinizsə. Tam təbii. Yəni heç bir dərman, heç bir qorxu falan olmadan varroaya qarşı bunu istifadə etmək olar.
Amma bu o demək deyil ki, bütün bu bitkilərə arxayın olmaq da olmaz. Hər halda, əziz dostlar, gəlir zamanı mütəmadi həftədə bir dəfə bu bitkiləri qoymaqla ən azı arılara biraz kömək etmiş olarıq. İndi mən bunu təmizləyib yenə də yerləşdirirəm. Yenə növbəti gün bunu yoxlayaram və sizinlə paylaşaram. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 29 iyun 2026-cı il. Artıq ikinci gün. Giləmərcə bitkisi qoyduğumuz bu arı ailəsidir. Birinci gün sizə göstərdim. Bəlkə də ondan yuxarı varroa tökülmüşdü. Təmizləyib yenidən qoydum. İndi ikinci gün, ikinci sutka tamam olub. Yenə də yoxlayırıq. Aha. Qoy bunu yenə də günəşə qoyaq. Sizə sübut edirəm ki, varroanı təbii yolla necə azaltmaq olar. Üç. Gözüm görmür. Demək dostlar, ikinci gündə 4-5 ədəd varroa tökülüb. Lap yaxından göstərək. İndi neçəsin qarışqalar daşıyıb, onu deyə bilmərəm. Belə dostlar. İndi gördünüzmü? Bu da təmizlədik, yenidən qoyduq. Demək 2 gün ərzində bu bitki orada varroanı tökür. İndi bu bitki nə qədər orada yaşıl halda qalıbsa, o qədər də varroaya təsir edəcək. Bu bir həftədə çəkə bilər, 5 gündə çəkə bilər. Yəni tam organik, təbii, heç bir arıya bir ziyanı, bala bir ziyanı yoxdur dostlar. İndi acı yovşan da qoya bilərsiniz. Baxın, bu cür bu bitkini sizə mən göstərim. Bu üfunət iyi verir, amma bu da gözəl varroaya qarşı bir təbii vasitədir. Bizdə buna acı keşniş deyilir. Bunun elmi adı nədir? Mən bunu bilmirəm. Demək bizdə həyət süpürmək üçün bundan süpürgələr bağlayardılar əvvəllər. Yəni hündür olur, 2 metrəyə qədər qalxa bilir. Baxın belə.
Sağ olun, arılarınızı vaxtında təmizləyin, özünüzü qoruyun.